çaktılar, şimşek kimi çaktılar, yalnız iz bıraktılar, atıp gitti oy. Koltuğundan gelir o. Benim ağrı kalem, ben de Kazaklıyam. İndi ancak Aksafalı'yım. Yani bölündü ona göre. 3 evladım var, 2 kızım, 1 oğlum var. Allah Oğlum, salamat eylesin. biri burada, kızım bir burada yaşayır. O birisi kızım rayonda yaşayır. Çok xoşbəxtəm. 9 dənə evim var. Birincidə Ərsəbə geçişdə Səmədin Məmməd 10'du. Biz ikinci yere gidiyoruz. Şükür Allah'a. Günə öz əvəmin adını, oğul adını öz adını koymuşam. Hafizdir da. Adıyla böyüsün. Çox xoşbəxtəm. Görüşdük. Çox xoşbəxtəm ki, belə dostlarım, belə tərbiyə dostlarım var. Bir şükür 9 nəvəm var dediyim kimi. Hamısı da məmnun, hamısı da gözəl, ali təhsilli, həkim, müəllimə, belə. Oğlum da biznesmen. Yəni sağ olun. Bugünkü gündə hamınıza xoşbəxtlik arzulayıram. Sağ ol. Hamınızı var olun, həmişə xoşbəxt olun, həmişə bir yerdə olun. Hafız Kazaklar yaxşı şeir deyir axı. Biz Ben şey bilmirəm. Ben bir de söz deyirəm. Deyirəm, şeir deyəm. Mustafalıdır, Kazaklı değil. fərqi yoxdur. Yəni sən məni bağışla, müqəddəs ana, dinləsəm, yazmasan küsər atarlar. Ha, belə bir şeir var, bütün Allah ölənlərə rəhmət eləsin. O da şair olur, mənim babam da şair olur. Babam həm də mollu olur, oxumamış mollu olur. Yəni biz o nəsildənik. Və onu rahat bilir. Şacara var. Bizim kəhrizi var, bizim kəndin ortasında. Mesela 50 tuşaqır. Onu mənim nənəmin atası çəkir. Yəni kəlmalar kişi. Yəni sağ olun, var olun. Gələrsiniz, görərsiniz. Sağ ol Hafız, sağ ol. Qəşəng. Sağ olun, sağ olun. Bir de deyim, Məmmədov Rauf Amir dedi değil. şey açmamışdım, ben ona göre deyirəm, üzr istəyirəm. Mən deyirəm, Məmmədov Rauf Ağalıoğlu. Bəs, buyur. Demek 2 evladım var. Allah salamat eylesin. Bir oğlan bir kız. 6 nevim var. Bəh, nə gözəl. 19 yaşı var, adamın üstünde okuyur. Özüm de işləyirəm hələ ki, Allah can sağlığı verir. Hələ ki işləyirəm, tikidirəm, ofisdə mühəndisim. Belə. Allah hamiyətdən sağlığı versin. Allah ömür versin. Allah bizi görüşdürənə min şükür olsun. Bir şehir diyebilirsen bir şehir. O şehri Kazak. Gələn dəfə eliliyim Allah'ın sizinlə şeir. Tikinti haraç. Sağ ol. Rauf sağ ol. Sen niye sağ ol? Çox şükür, Rab. Elseva sağ ol, Elseva. Hüseyin Qaralmış. Abi icazə ver Əflatun bir dənə söz desinlər. Əflatun buyur. Dolan bugün grup yoldaşlarımızdan görüşmek. Çok şadam. Çok şadam. Həmişə belə görüşlər mütəmadi olsun. Sağ ol. Mən hal-hazırda işləyirəm, həm də pensiya alıram. 2 oğlum var, 2 canım var. Allah hamının xoş günləri qismət eləsin inşallah. Belə görüşlərimiz olsun. Bir-birimizdən əlaqə saxlayaq, görüşək və keçmiş günləri necə yad eləyək. Bu ruhan hamını mənə elə ki, keçmiş illərə qaytarır, cavanlaşdırır. Yəni bu görüşlər bizdə xoş təəssürat bağışlamalıdır. Və gələcəyə daha doğrusu hamıya can sağlığı versin ki, gələn növbəti illərdə də elə bu saslarda tərkibdə görüşək. Bir də şey deyim, Şamil qardaşım bayaq dedi, yəni biz hər birimizin borcudur, qrupda rəhmətə gedən uşaqları hər vaxt yad eləyək, onlara Allahdan rəhmət diləyək. Qalan qrup üzvlərimizin hamısına can sağlığı arzu edirəm. Həm böyük neymət can sağlığıdır. Allah da imkan versin ki, belə görüşlərimiz olsun. Sağ ol. Sağ ol Əflatun, sağ ol, var ol. Elimizdir. Biz neçənci kurs olanda qırağa deyirdik. Rəşad kursda qaldı. Kim deyər? Birinci kursda. Yox, birdir. Rəşad birinci kursda çıxdı. Transferə getdi. Mayıs çıxdı. Mən dedim ki, bir şeydədir. Qızıman, hə. Rəşad mənə məktub yazdı.
Şamil Ləndəs uğraşırdı o günlər. Orada Surat Riyadda. O məktub gəldi, mən məktubu oxudum, ağladım. Bir gözə qəşək şey yazmışdı, o elə ki, qusta qalmağına görə. Yaxşı ədəbiyyatçı, yaxşı qələmi var. Rəşadın, Rəşadın yaxşı qələmi var. Ay, o şeir mənim öyrəndiklərim yadımdan çıxıb, ancaq Rəşadın şeir mənim yadımda. Çünki o vaxt yerə təsir edib ki, deyir, kövrəkdən də kövrəkdir qəlbim mənim. Vay vay. Burada məskən salıb gəlin kədərim. O yazır ha. Özü için. Bu kədər qəlbimi yandırıb yaxır, həmişə arxamdan boylanıb baxır. Mən olmaq istərkən kədərdən uzaq, o həmdəmim olur yaxınlaşaraq. Bizə deyil, siz ey dostlarım, mehriban mənim, sizlərdən ayrılmaq çətindir çətin, ayırdı dəstədən məni bu kədər, alaraq baxdımı o etdi hədər. Bir də o günlərə qayıtmaq üçün, o günlərlə yenidən yaşamaq üçün, xəyalımla yol açıram qəlbimə, buradan baxıram o günlərimə. Onu Rəşad yazdı, onu mən oxudum, ağladım. El çalın, el çalın. Ne güzel, ne güzel. O yaxşı prolara baxırdı, kitablar oxuyurdu. Bir dənə beyt yazdım, bir beytin deyəcəm. Yazdım ki, həyatın yolları eniş yoxuşdur. Burada şəllənmə var, kədərlənmə var. Bir insan kədərlə yaşarsa tamam, bir gün xoşbəxti ilə yaşayar inan. O da o gəldi, çaktı bizə, institut tutardı. Mənə deyəcək, şəkil çəkmişəm. O şəkil dururmu? Hər dəfə məndən anlaşır. Sənin şəklin yoxsa sənin şeirin durur mənim qəlbimdə. Mən öz şeirim yadımdan çıxır, sənki mən durur yəni. O gəldini baxdı təsir. Sağ ol, sağ ol. Ben 104 yazdı, tam bir saat 5 yazdı. Hayır. Qazaqlı yasa çalmalı, şeir demir. Sağ ol Elcan abi. Sağ ol. Sağ ol Elcan abi. Sağ ol. Buna 100 vurma olar. Buna 100 vurma olar. Kövrətdin ha, el sağ ol. Kövrətdin. Ha, nətər əzbər dedi ha. Çok güzel, çok güzel, çok güzel. Əhməd o var. Gecikmək belədir. Sən buralarda olursun. Sağlım demir. Göz dəyməsin sənə cavan oğlan. Ne göre gelsin. Təyinatı aldım neft şirkətindən 47 il səfasəsiz orada işlədim. Yalan diyor ya. Bir yerdə. Ora bax. Bir yerdə. Ay boş şirkette. Nə olsun çəksin də. 23-də pensiya çıxdım. Dəqiq. Əsli də dayı işləmə. O dedi harda işləyirsən, bu dedi harda işləyirsən. Dedim dayı qəbrə qədər işləməyəcəm ki. 22'də 2 uşağım var da bilirsiniz ya yaşında. Bir oğlan bir kız idi. Allah sağ olasın. Kız 38 yaşında 22. ildə rəhmətə getdi. Allah rəhmət Allah rahmet eylesin. Oğlan da Başın sağ olsun ha kardeş. Oğlan da iki nəvəm var, o bir qız, bir oğlan, bir Allah qız sağ olasın. Almaniyadır. İndi onlar gəlib eləyəndə onların qulluğunda məcburam, getməliyəm, tutmalıyam. Onlar da olmayanda dədənlərinə 85-87 yaşındadılar. Bu kətdə. Kətdə Yaşayır mı ya? yaşayır, qulluğunda dedim, 87-85 yaşında qulluğundayım. Maşallah. Çağıranda gəlirsiniz, şükür olsun Allaha ki, görüşürük, sifətirik. Keçən səfər İsa'nı görmədim. İsa gəlməmişdi, sonra biraz da adam biraz istər-istəməz narahat olur. İsa gəlmişdi bu. O isə gəlməmiş. Hepsi yanır. Gece ise gel. Sen de yapıyorsun. Allah qalınlara can sağlığı versin. Dünyasını dəyişənlərə də rəhmət eləsin. Amin, amin, amin. Bunu bir-birimizə çox görməyək, rastlaşanda. İndi danışığımızı da bilməliyik. 70'ə çatır da, düzdür. Geçdi 70'ə çatır. Kimsə 76 güzel. Yaşın nəfər Yaşım yox, yaşım fərqi var. Hər müəyyən yerdə müəyyən cür
hər cür danışmaq olmaz. Ailədə, ondan sonra dost yanında, ondan sonra məclislər, tanımadığın adamların yanında ağzımı açıb tapbatırıb bıraxım geçsin olmaz. İndi məsələn Rauf da, Şamil də tələbə vaxtı, sən də bizə gəlmişsən tələbə vaxtı, görüşmüşük. Bunlar biz çox gələrdilər, ağalar. Ağalardan heç xəbər Bir yox. dəfə gəlmişim, nəsə bir dəfə. Şamil sənlə deyəsə 201 yerdə gəlmişdir. Bir dəfə gəlmişim. Sovetskilər bir küçə aşağıda qalır. Biz onlar hamısı silib süpürülüb. Bunu özümüzə çox görməyənlər var. Mən dedim o zarafatı, onu da öyle. Zarafat kimi həqiqətən mənə təsir edir. Evdə işləndə, telefonu götürəndə açdım. Sən yox, rüfət bıraxdı ağzından. Rüfət bıraxdı ağzından. Bir madde yapışta benden ne yapışırsan? Dedim sənə məni salma o xarabiyədə. Seni gökte çıkardım. Ay sağ ol. Nərman mane olmadı, qoy danışsın. Salamat eləsin. Danış. Sağ ol. Allah canını sağlıq eləsin, həmişə görüşəyin, bunu özümüzə çox görməyəyin. Bu dünyaya qonaq gəlmişik. Bu dünyanın qonağıyıq. Bir şeir dinlə. Şey deyim, Hay sağ ol. yaxşı deyim də. İnsanı quş kimi gəzdirən mədən, sən demə bir zaman ağırlaşarmış. Mən bir şeyi indi bilmişəm. İnsan qocaldıqca fağırlaşarmış. Bu Rüfət Əhmədzadənin parça şeiridir. Nə gözəl, nə gözəl. 15-58 sanki değil. Şöyle getirirsen. Başqa bir özüm yazdığımdan deyim də. Əsas odur. Mane olmuyor. Aşkara ağı tatsan, xatirimdə qalarsan. Mənim ilk müəllimim, Yəni, oxumağı, yazmağı, tərbiyəli olmağı, ədalətli olmağı sən öyrətdin bizlərə. Mənim ilk müəllimim. Xatirimizdə yaşarsan, daim sən bizim ilk müəllimim. O çok danışacak. Git sen Ne değil, Ahmet'tir. Başlayın, mən qutardım. Nərman nə mane olursan ha, Nərman. Sen de değil, bunu bırak. Oldu. Sağ ol. Bir dəqiqə üzrsən. Dedim. Deməli, hamıya söz verildi. İndi Zamalov Ulan o vaxtı qəşəng səsi var idi. Demis Rosus'un mahnılarını oxuyurdu. Hələ belə adam oxuya bilmirdi. Bizə ləzzət edirdi. İndi ona söz veririk inşallah. Buyur. Gəlmişik dünyaya sevilək, sevək. Kədəri bölüşək, sevinci bölək. Eşqiniz olmasın əsən külək tək. Məhəbbət ürəkdə yaşasın gələk. Bizi bura gətirib cəm eləyən məhəbbətdir. Bir-birimizə olan qarşılıqlı hörmətdir. İnsan doğulandan o dünyaya gedənə qədər bir neçə mərhələdə yoldaşları olur. Sinif yoldaşları, ali məktəb yoldaşları, əskərlik yoldaşları, iş yoldaşları. Yeganə ünsiyyət saxlayır ali məktəb yoldaşları. Bu bizim sonuncu görüş imkanlarımızdır. Sonuncu görüş imkanlarımızdır. Yəni Allah hamımızı xeyir işlə görüşsün. Yəni burada maksimum səmərəli istifadə edib bir-birimizə xoş olmaq bəsləyək. Nəyə görə? Deyir ki, səbir qapını açarın axırıncı nüsxəsidir. Əgər o səbir qurtardısa, deməli qapı qırılacaqdır. Gələk axıra qədər səbir göstərəsin. Hamınıza səbir arzu verirəm. Hamınıza gözüm arzu verirəm. Yaşımızın elə mərhələsidir ki, babalıq statusu qazanmışıq. Hər bir formada. Bugünkünə şükür. Bugünkünə şükür. Allah hamımıza can sağlığı versin. Şəxs həyatın qaydasındadır. İki övladım, şükür Allah'ın böyüklüyünə, nəvəm var. Biri Almaniyada. Allah hər birinə Neçə nəvəm var ha? 2 nəvəm var. Allah hamımızın nəvəsində, balasında xoşbəxt eləsin. Amin. Allah gəlin görüşdə bugünkü Şirin o sevgi çağları, gezdiğimiz o bağları gören harapardı zaman o anları. Şirin sevgi çağları, gezdiğimiz bağları gören harapardı zaman o anları. Sular kimi aktılar, şimşek kimi çaktılar. Yalnız biz burada
axtılar, atıp getdi o enlər. Sular kimi axtılar, şimşek kimi çaxtılar, yalnız iz buraxtılar, atıp getdi o